yaxşı tərəfindən başlayaq ki, 40-90% hallarda, yəni əksər hallarda ultrasəsdə görülən böyrək genişlənməsinin altından ciddi bir patologiya çıxmır. Və bu elə hamiləlik dövründə də keçib gedə bilir və yaxud da uşaq doğulduqdan sonra keçib gedə bilir. Böyrək genişlənməsinin altından ciddi bir patologiyanın çıxıb-çıxmama riskləri asılıdır genişlənmənin dərəcəsindən. Bu genişlənmə dərəcəsi nə qədər çoxdursa ultrasəs müayinəsində bir o qədər altından problemin çıxması, cərrahi məsələlərin çıxması, gərəkməsi uşaq doğulduqdan sonra o ehtimallar yüksəlir. Böyrək genişlənməsinin kriteriləri 2-ci və 3-cü trimestrlər üçün fərqlidir. 2-ci trimestrdə 7-10 mm aralıqlarında və ondan artıq olarsa, bunu böyrək genişlənməsi kimi dəyərləndiririk. Yəni, dəyərlərə uyğun olaraq yüngül, orta və ağır dərəcələr. 2-ci trimestrdə isə bu rəqəmlər daha böyükdür. 9 mm-in üstü və 15 mm-in üstü artıq böyrək genişlənməsi kimi dəyərləndirilir. Yenə də yüngül, orta və ağır olaraq genişlənmə dərəcəsindən asılı olaraq 3 yerə bölünür. Və dedik ki, bəzən altından ciddi patologiyalar çıxa bilir. Bunlar hansılardır? Ümumiyyətlə, böyrək ləyəni niyə genişlənir? Böyrək ləyəni sidik axarı ilə birləşib və 90% hallarda genişlənmə səbəbi böyrək ləyəni ilə sidik axarının birləşdiyi hissədə olan bir sıxılma deyək, obstruksiya deyirik biz ona, səbəb o olur. Sıxılır, oradan maye yaxşı düşə bilmir sidik axarına və böyrək ləyəninə genişlənmə verir.